Brahim Diaz Real Madrid'le yeni müqavilə imzalayacaq. Bu futbolçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulacaq. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama gözlənilir. Mən isə təbii olaraq həmişə olduğu kimi sualımı sizə ünvanlayıram. Brahim Diaz'la müqaviləni uzatmaq sizcə doğru qərardırmı? Şəxsən mən belə düşünürəm ki, bu yay Brahimlə vidalaşmaq lazımdır. Nəyə görə? Çünki Brahim Diaz'ın çıxış etdiyi mövqedə Arda Güler oynaya bilər, Bellingham oynaya bilər, Mastantuono orada çıxış edə bilər. Yəni Rodrigo yeri gəlsə həmin zonada oynayır. Yəni artıq o zonada o qədər çox oyunçumuz var ki, Brahim Diaz'a ehtiyac yoxdur. Əvvəlki faydasına görə təşəkkürlər. Amma mənim fikrimcə Brahim Diaz'la sağollaşmağın vaxtıdır və yaxşı bir məbləğə, heç olmasa bir 30 milyon avroya mən düşünürəm ki, Brahim Diaz'ı satmaq olardı. Sizin fikirləriniz necədir? 2030-cu ilə qədər Mərakeşli futbolçu ilə müqavilənin uzadılması doğru qərardırmı? Madridistalar, sizin fikirlərinizi həmişə olduğu kimi şərh bölməsində gözləyirəm və videoya like qoyun, ətrafınızda olan Madridistalarla paylaşın. Sonuna qədər Ala Madrid.